Bu süngərdən hər evdə var, amma çox az adam bilir ki, bu süngər sizə düşündüyünüzdən daha çox təhlükə yarada bilər. Məsaməli quruluşu sayəsində süngər milyonlarla bakteriya üçün 5 ulduzlu otel rolunu oynayır. Alimlər süngərlərdə 362 növ mikrob aşkarlayıb və bəzi yerlərdə bu rəqəm hər kvadrat santimetr üçün 54 milyard mikroba çatır. Bakteriyalar üçün süngər bir cənnətdirsə, bizim üçün o mətbəxdə görünməz təhlükədir. Xoş xəbər isə budur ki, bu mikrobların əksəriyyəti zərərsizdir, amma immun sistemi zəif olanlar üçün bəzi risklər mövcuddur. Çiy ət və çiy toyuqla təmasda olan süngərlər salmonella kimi patogenlər daşıyaraq səthlərə yayır. Süngəri mikrodalğada qızdırmaq və ya qaynar suda yumaq bəzi bakteriyaları öldürsə də, daha dözümlü növlərin yaranmasına səbəb ola bilər. Alternativ olaraq alimlər süngərin yerinə fırça istifadə etməyi tövsiyə edirlər. Fırçalar bakteriya saxlamır, daha tez quruyur və təmizlənməsi asandır. Süngərlər isə uzun müddət nəm qaldığından mikrob yaymaq üçün ideal mühit yaradır. Əgər süngərdən vaz keçə bilmirsinizsə, onu hər gün qab yuyan maşında yumaq və ən azı həftədə bir dəfə dəyişmək məsləhətdir. Ancaq həqiqətən təhlükəsiz olmaq istəyirsinizsə, süngərlə vidalaşmağın vaxtıdır. Fırça həm təmizdir, həm də daha uzun ömürlüdür. Alimlər süngərin təmizlənməsinə sərf olunan enerjinin əvəzinə birbaşa fırça seçməyin daha məntiqli olduğunu bildirirlər. Əgər bakteriyalar üçün bir otel açmaq istəmirsinizsə, mətbəxdə fırçanı özünüzə dost eləyin. Unutmayın, təmizlik işində doğru vasitəni seçmək sağlamlığınız üçün kiçik, amma mühüm bir addımdır. Siz isə kanalımıza abunə olub bizi izləməyi unutmayın.